فمن كان عالما للقرآن متعلما له Kim Quranı bilərsə, yəni alimən bilən insan sayılır. Mutəallimən ləhu və onu öyrənməyə çalışarsa, öyrənən olarsa həmişə, فإنه يكون قد حوى الخير bu zaman o bütün xeyirləri əhatə etmiş, toplamış, cəm etmiş sayılar. Hansı xeyirləri şeyx sözünün arxasında davam edərək deyir ki, داخلا في كونه أحسن الناس وأفضلهم daxilən fi kəvnihi, yəni yaradılış cəhətdən, öz-özlüyündə, yəni daxilən insanın daxili alan mənəviyyat cəhətdən xeyirləri cəm etmiş sayılar. Həmçində əhsənən nəsi və əfdaləhum və insanların da ən əfsəli, ən xeyirli, ən xeyirlisi sayılar. Yəni həm daxilən, həm də xaricən insanların ən xeyirlisi, ən yaxşı sayılmış olar. وأفضلهم وقد جاء أن النبي صلى الله عليه وآله وسلم قال Və Rasulullah sallallahu aleyhi və səlləm hədisdə deyib ki, أشرف أمتي من تعلم القرآن وعلمه mənim ümmətimin, əşraf ümməti, mənim ümmətimin ən şərəflisi Quranı öyrənən və onu öyrədənlərdir. Hədisin mənaca düzdür, lakin ləfsi cəhətdən daha səhih hədis xayrukum mən təalləməl Qur'anə və alləməhu. Hədisi Buxari deməli rəvayət edib. Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir. Bu bizləri təşviq edir ki, həmişə elm öyrənək, Quranı öyrənək xüsusən də, çünki elmlərin əvvəli Qurandır və həmçində onu başqalarına öyrədək. Allah bizləri Quranı öyrənib öyrədənlərdən etsin. Amin.